Salam dəyərli izləyicilər. DİM-in 20 sınaq kitabçasının ikinci qruplar üçün olan 20-ci sınavın testlərini sizə izah edəcəm. Bu, qeyd edim ki, sonuncu sınaqdır bu kitabçadan olan. Bununla da yekunlaşdırırıq. Bu videolar siz üçün faydalı oldusa, işinizə yaradısa paylaşıb bəyənə bilərsiniz. Abunə deyilsinizsə ən əsası abunə ola bilərsiniz ki, növbəti videolar üçün də mənim üçün motivasiya qaynağı olsun. Başlayaq birinci sualdan. Uyğunluğu müəyyən edin. Romanovlar sülaləsinin hakimiyyəti illərində Rusiya dövləti. Romanovlar sülaləsinin hakimiyyəti 1613-1917-ci illərdir. Söhbət bu sülalənin hakimiyyətindən gedir. Moskva dövrü əvvəldən başlayır. Sadəcə sülalə olduğuna görə biz buradan 1613-dən başlayacağıq. Nə vaxta qədər? 1712-yə qədər. Peterburqda 1712-də paytaxt olubdur. Sülalənin hakimiyyəti başa çatır 1917-yə qədər götürəcəyik. Ukrayna torpaqlarının işğalının birinci mərhələsinin başa çatması bu 1667-ci ildir. Sol sahil Ukraynasını ələ keçirmişdilər ruslar. İkinci mərhələsi isə 1795-ci il olacaq. İli düzdür, dərsliklərdən çıxarılıbdır. 2-ci Yekaterinanın hakimiyyəti dövrünə düşür, 18-ci əsrin sonları. Deməli, bunu götürəcəyik, düşür. Qazan və Həştərxan xanlıqlarının işğal edilməsi 1552-56-dır. Bu illərdə ikisi də işğal edilir. Azərbaycanın bu düşməyəcək. Azərbaycanın Xəzəryanı ərazilərində komendant rejiminin yaradılması ilk dəfə 1722-də işğal ediblər. 35-ə qədər Xəzəryanı əraziləri əllərində saxlamışdılar. Pyotrun dövründə işğal edilmişdi. Bu da Moskva dövrünə düşmür. Peterburq dövrü 1712-dən başlayır. Peterburq sənaye çevrilişinin başlanması 19-cu əsrin 30-40-cı illəri, yəni birinci yarısına düşür. 19-cu əsrdə elə Peterburq dövrünə aiddir. Baltik və Qara dənizlərə çıxışın təmin edilməsi. Baltik dənizinə çıxış 1721-dir. Düşür. Niştat müqaviləsi, Şimal müharibəsindən sonra çıxış əldə etmişdir. Qara dənizə çıxış isə ilk dəfə 1774 Kiçik Qaynarca müqaviləsi ilə. Deməli, bu da düşür. Prut sülhünə əsasən Azov qalasının Osmanlı dövlətinə qaytarılması. Prut sülhü 1711-dir. Hələ Peterburq paytaxt olmamışdır. 1-ə A, 2-yə A, B cavab olacaq A bəndi. İkinci suala baxırıq. Bizans imperatoru Justinianın idarəçilik sistemində həyata keçirdiyi islahatlara aiddir. Dövlət və kilsənin imperatorun hakimiyyəti altında ittifaqının rəsmiləşdirilməsi, bəli, kilsə ilə dövlətin ittifaqını rəsmiləşdirmişdir. Bütün təbəələrə məhkəməyə müraciət etmək hüququnun verilməsi, məhkəmə, bəli, hər kəs məhkəməyə müraciət edə bilərdi. Etnik və dini mənşəyindən asılı olmayaraq hər kəsə hüquq bərabərliyi verilmişdir, amma xristianlar üçün. Burada isə yazılıb, dini mənşəyindən asılı olmayaraq. Dini mənşəyindən asılı olmayaraq deyəndə bütün dinləri əhatə edir, amma bu bütün dini mənsubiyyətə malik insanlara bərabərlik verməmişdir. Yəni, dini mənşəyi səhv götürülür. İdarəetmənin Ərəb xilafətinin idarəçilik sistemi əsasında qurulması, xeyr, ərəblərə dayanmırdı. Bu da səhvdir. İmperatorun qeyri-məhdud hakimiyyətinin qanuniləşdirilməsi, bəli, qanuniləşdirilir. 1-2-5 cavab B bəndi. Üçüncü sual. Eyler-Venn diaqramı. Birinci xaçlı yürüşü, ikinci xaçlı yürüşü. Bu 1096-99'dur. Bu 1147-49'dur.
12-ci əsrin 40-cı illərində baş vermişdir. İkinciyə aiddir. Səlibçilər Bizansın dəstəyini almışdılar. Birincidə olmuşdu. İkincidə isə Bizans kömək eləmir və məğlub olma səbəblərindən biri də o idi. Aralıq dənizinin şərqində müharibələr iqtisadi dağıntılara səbəb oldu. Aralıq dənizinin şərqindəki müharibələr, bəli, bütün müharibələri iqtisadi dağıntılara səbəb oldu. Yürüşün təşkilində Papanın əsas məqsədi Misiri tutmaq idi. Bu olacaq 4-cü xaslı yürüşü. Bu 4-ə aid olacaq. Innokenti. Ancaq Misiri tutmur da, bilirsiniz, Konstantinopolu, Bizansa yürüş edir. Yürüş müsəlman əhaliyə qarşı amansız rəftar və talanla nəticələndi. Bu 1-ci xaslı yürüşüdə tuturlar Qüdsü və 10 minə qədər insanı da qətlə yetirirlər, dinc əhalini. Bu da 1-ə aid olacaq. 1-ə B, Y, 2-ə A, 3-ə S, doğru cavab Y bəndi. Xəritədə rəqəmlə işarələnmiş ölkələrin erkən orta əsr türk dövlətləri ilə hərbi siyasi münasibətlərin ortaq cəhətini müəyyən edin. 1 Hindistandır, 2 Çindir. Söhbət gedir erkən orta əsrlər. Erkən orta əsrlər deyəndə şərqdə 3-cü əsrdən 11-ci əsrə qədər olan dövr. Bir də türk dövlətləri deyir. Türk dövlətləri ilə hərbi siyasi münasibətlər, iqtisadi yox, hərbi siyasi münasibətlərin ortaq cəhətini müəyyən edin. 6-cı əsrdə türk hökmdarlarının hərbi yürüşlərinə məruz qalmaları. Türk hökmdarlarının hərbi yürüşləri bu ikisinə də aid olacaq. Niyə? Demək, 6-cı əsrdə 1-ci Göytürk dövləti yaranmışdı 552-ci ildə. Bu Göytürk hökmdarlarından biri Muğan Xaqan Çin üzərinə yürüşlər etmişdi və Çini asılı vəziyyətə salmışdı. O cümlədən Hindistan ərazisi də 6-cı əsrdən etibarən burada biz Axund dövlətini götürə bilərik ki, Mihraqulu xanın hakimiyyəti dövründə 6-cı əsrin əvvəllərində Hindistana yürüş edir və şimal-qərbi Hindistanı ələ keçirmişdir. Yəni bu cavab hər ikisinə aid olacaq, həm də erkən orta əsrlər dövrü 6-cı əsrdə düşür. Digər variantlara baxaq, niyə olmaz? 8-ci əsrdə ticarət yollarının türklərin nəzarətinə keçməsi. Ticarət yolları bir ticarət məsələsidir bu. Bizdən hərbi siyasi soruşur. Düzdür, hərbi yolla ələ keçirmişdilər. Amma həmçinin bu 8-ci əsrdə Hindistanla bağlı da aid olmaz ona görə. Amma Çinlə bağlı götürmək olar bəlkə də. Uyğurlar Çinin ticarət yollarına nəzarəti ələ keçirmişdilər. Ərazilərində yeni türk dövlətlərinin yaranması. Hindistanda 8-ci əsrdə türk dövləti yaranmayıb. Çin ərazisində də, ərazilərindədir. Çin ərazisində də yaranmayıb. Baxmayaraq 744-də misal üçün Uyğur dövləti yaranıbdı, amma o öz ərazisində yaranmışdı, Çinin ərazisində yox. 11-ci əsrdə Qəznəlilərin hücumlarına məruz qalmaları. Qəznəlilər Hindistana yürüş edib, Sultan Mahmud Məsud. Ancaq Çin üzərinə Qəznəlilərin yürüşü olmayıbdır. 8-ci əsrdə yerli hökmdarların Uyğur xaqanlarından asılı olması, bunu da qeyd etdik, Uyğurlardan asılı Çin olubdur, Hindistan yox. 5-ci suala baxaq. Albaniya hökmdarı Urnayrın daxili siyasəti qeyd edək. Amid döyüşündə Romalılara qarşı vuruşması bu xarici siyasətdir. Xristianlığın rəsmi dövlət dini elan edilməsi 313 götürülür. Bu daxili siyasət. Bərdə şəhərinin dövlətin paytaxtına çevrilməsi bu 2-ci Vaçiyə aiddir. Haylandur Hunlarına qarşı Massagetlərlə ittifaq yaratması. Haylandur Hunları belə bir hökmdar olmayıbdı. Yəni Massagetlərlə ittifaqa girən 2-ci Vaçi olubdu. O da Haylandur Hunlarına yox, Sasanlərə qarşı olmuşdu. 3-cü əsrdə Sasanilər dövləti ilə ittifaq yaratması 3-cü əsrdə Urnayr 3-cü əsrdə yaşamayıbdı. 4-cü əsrdə yaşamışdı. Hakimiyyətdə olmuşdu. 313-371 Dizrav döyüşünə qədər hakimiyyətdə olmuşdu. Dizrav döyüşündə ağır yaralanır.
və ölür. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndləri müəyyən edin. Drakon qanunların qəbul edilməsi, Afinanın azad kişilərinə vətəndaşlıq hüquqlarının verilməsi. Burada səhvdir. Niyə? Çünki bu Solon islahatlarına aiddir. Drakona yox. Romanın Siciliyanı işğal etməyə çalışması, Roma-Karfagen müharibələrinin başlanması bu eradan əvvəl 264-də başlayır, 146-da başa çatmışdı. Doğrudur. Eradan əvvəl 7-ci əsrdə Dorilərin Cənubi Hindistana işğalçı müharibələr aparması Yunanistanda, Messeniya vilayətinin Sparta dövlətinin hakimiyyəti altına düşməsi bu da doğrudur. Sezarın Romada hakimiyyəti ələ keçirməsi, Romanın imperiya adlanmağa başlanması bu Oktavian Avqusta aiddir. İmperiya adlanmağa başlanması. Sezar hakimiyyətə gəlib eradan əvvəl 49-da, imperiya isə adlanır eradan əvvəl 27-də. Səhv olacaq. 2-3 cavab B bəndi. 7-ci sual. Qara Yusifdən fərqli olaraq Əmir Teymur və Şah 1. İsmailin fəaliyyətinə aid ümumi cəhət. Qara Yusifdə olmasın, Teymur və İsmaildə olsun. Yeni dövlətin əsasının qoyulması hər üçünə də aiddir. Ağqoyunlarla mübarizə aparılması. Qara Yusif aparıb, Əmir Teymur Ağqoyunlularla mübarizə aparmayıbdır, müttəfiq olubdur. Şah 1. İsmail isə Ağqoyunlarla müharibə aparıb son qoyub bu dövlətə. Yəni burada fərqli oldu. Şirvanşahlar dövlətinin aslı hala salınması. Qara Yusif də aslı vəziyyətə salıb. Əmir Teymur da, Şah 1. İsmail da üçünə də aiddir. Osmanlı dövləti ilə müharibə aparılması. Qara Yusif aparmayıbdır, Osmanlı ilə müttəfiq olubdur. Bayazidlə. Əmir Teymur Ankara döyüşündə Osmanlı dövlətini məğlub edir. Şah İsmail də müharibə aparıb məğlub olubdur. Bizdən qələbə, məğlubiyyət soruşmur, sadəcə müharibə soruşduğuna görə Yusifdən başqa ikisi də aparıbdır. Doğru cavab D bəndi olacaq. Təbrizin paytaxt şəhər olaraq seçilməsi Əmir Teymurda yox, amma Yusif və İsmaildə olmuşdur paytaxt. İngilislər deməli bizdən soruşur, göstərilənlərin heç birinin aid olmadığı sülh müqaviləsini müəyyən edin. İngilislər Çinin 5 limanında ticarət etmək hüququ qazandılar. Bu 1842-ci il Nankin müqaviləsidir. Nankin müqaviləsi getdi. İngilis və fransız tacirlərinə Çin ərazisində yansız çay vasitəsilə ticarət etmək hüququ verildi. Bu 2-ci Tiryaki müharibəsinin nəticəsi idi. Pekin müqaviləsinə aiddir. Rusiya tərəfindən Cənubi Manzuriya və Koreyada Yaponiyanın nüfuz dairəsi tanındı. Bu 1904-5-ci il müharibəsinin yekunu idi. Portsmut müqaviləsi imzalanır. Moldova və Valaxiya Osmanlı dövlətinin hakimiyyəti altında qaldı. 1812-ci il Buxarest müqaviləsinə aiddir. Ayqum müqaviləsi ilə bağlı heç bir şey verilməyibdir. Bu müqavilə 1858-də Rusiya ilə Çin arasında imzalamışdı. Amurun sol sahili Rusiyaya keçmişdi. 9-cu suala baxaq. Mətn verilibdir. Mətndə əsasən doğru bəndi müəyyən edin. 14-cü əsrdə Osmanlı hökmdarları əsasən qərb istiqamətində genişlənməyə üstünlük verirdilər. Maltepe qələbəsi Qara dəniz və Egey dənizinə çıxışı təmin etdi. Gelibolu'nun fəthi ilə Balkanlara çıxış üçün mühüm strateji üstünlük qazanıldı. Çirmən və Kosova qələbələri Serbiyanın, Niqbolu qələbəsi isə Bolqarıstan işğalını təmin etdi. Konstantinopolun fəthi isə Balkan yarımadasında Osmanlıların tamamən möhkəmlənməsini təmin etdi. İstanbul Osmanlı dövlətinin paytaxtına çevrildi. Deyir, mətnə əsasən doğru bəndi müəyyən edin. Osmanlılar 1. Muradın hakimiyyəti dövründə Egey dənizinə çıxış əldə etdilər. Egey dənizinə çıxış əldə edilməsi 1. Muradın yox, Orxan Qazinin dövrüdür. Yəni 1. Murada aid deyil. Orxan Qazinin hərbi qələbələri Balkan yarımadasının fəthini başa çatdırdı. Balkan yarımadasının fəthini başa çatdırmır. Yəni Orxan Qazinin qələbələri ilə ilk dəfə 1354-cü ildə Balkanlarda Gelibolu'nu ələ keçirdir. Bununla da ilk işğallar başlamışdı. Hələ fəthinə çox var.
15-ci əsrdə Osmanlılar Serbiya və Bolqarıstanı işğal etdilər. Bu 14-cü əsrdir. Serbiyanı Kosova döyüşündə, Bolqarıstanı isə Niqbolu döyüşündə 1389-1396-da işğal etmişdilər. Bu da getdi. Gelibolu'nun fəthi Osmanlıların Qara dənizə çıxışını təmin etdi. Bu qara yox, bayaq dedik Balkan olmalı idi. Balkanlara çıxışı təmin edir. Orxan Qazi Maltepe və Gelibolu'da Bizans dövlətinə qalib gəldi. Bəli, 1329-1354-cü illərdə Bizans dövlətinə qalib gəlir. İllərini də istəyirsiniz qeyd edim. 1354. Bu doğru cavab olacaq. Onu da qeyd edim ki, bu tip sualda heç bu boyda mətni bura salmaq yersiz idi. Çünki mətn olmasa belə sadəcə doğru olan variantı, doğru olan bəndi seçin, tapın desə, yenə də tapmaq mümkündür. Mətnə ehtiyac yox idi. Sadəcə vaxt apardı. 10-cu sual. Xəritədə xüsusi rənglə verilmiş dövlətin Azərbaycan ilə bağlı siyasətinə uyğun olanları müəyyən edin. Bu söhbət İngiltərədən gedir. Xüsusi rənglə verilmiş, yəni İngiltərə ərazisindən söhbət gedir. 17-ci bizdən soruşur, Azərbaycan ilə bağlı siyasətinə uyğun olanları müəyyən edin. 17-ci əsrin 20-ci illərində Portuqaliyaya qarşı Səfəvilər dövləti ilə müttəfiqlik əlaqələrinin qurulması 1621-də əbədi dostluq müqaviləsi imzalamışdır. Şah 1. Abbas, doğrudur. 20-ci əsrin 20-ci illərində Naxçıvanın statusunun müəyyən edilməsində vasitəçi olması bu Osmanlı dövlətinə aiddir. Söhbət 1921-ci il Moskva-Qars müqavilələrindən gedir. O zaman Osmanlı dövləti vasitəçi olmuşdu. Bu səhvdir. 2-ci Dünya müharibəsi illərində Azərbaycanın da daxil edildiyi Edelweiss planının hazırlanması. Bu Almaniyaya aiddir. Alman dövlətinə aiddir. İngilislərin daxil olduğu Vilvet planı idi. Burada biri götürürük. Keçək o birisi sualda. Ardında, daha doğrusu 20-ci əsrin 20-ci illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyinin tanınması. 1920-ci ilin yanvarında Antanta Ali Şurası tərəfindən tanınmışdı Azərbaycan dövlət müstəqilliyi. Orada da İngiltərənin böyük rolu olmuşdu. Böyük Britaniyanın elə vasitəçiliyi ilə tanınmışdı əsasən. 4 daxildir. 19-cu əsrin sonlarında Azərbaycan iqtisadiyyatına kapital qoyulması. Qubbartı götürə bilərik. 19-cu əsrin 1890-cı illər. Burada Qubbart, İngilis kapitalisti, neft sənayesinə kapital qoymuşdu. 5-i də götürəcəyik. 1, 4, 5 cavab C bəndi olacaq. Şəki xanı Hacı Çələbi xanın fəaliyyətinə aiddir. Əfşar imperiyasının dağılması nəticəsində müstəqil xanlıq yaratdı. Əfşar imperiyası 1747-də dağılıb, amma bunu müstəqil xanlıq yaratması 1743, yəni əvvəl olmuşdu, götürməyəcəyik. Şamaxı xanlığına qarşı mübarizədə Quba xanlığı ilə ittifaq yaratdı. Bu Hüseyn xana aiddir, Çələbi xana yox. 1767-də də bölüşdürmüşdülər, 1767-də də bölüşdürmüşdülər. Azərbaycanın qərb torpaqlarının Gürcülər tərəfindən işğalının qarşısını aldı, bəli. Qızılqaya xəyanətində 1751-52-ci illərdə, 51-də də Çar Balakana hücum edən Gürcüləri məğlub etmişdi. Bunu götürəcəyik. 18-ci əsrin 50-ci illərində Qazax Borçalını ələ keçirdi. Həmin o Qızılqaya xəyanətindən sonra 1752-də Gürcüləri məğlub edərək bu torpaqları ələ keçirdi. Qarabağ yürüşündən fərqli olaraq Təbriz yürüşü uğurlu olmuşdu. Hər ikisi də uğursuz olmuşdu bu yürüşlərin. 3, 4 cavab A bəndi olacaq. Azərbaycan tarixində Manna dövlətinin süqutundan sonraki Atropatena dövlətinin yaranmasından öncəki dövrə aid olanları müəyyən edin. Manna dövlətinin süqutu eradan əvvəl 590-dır. Atropatena dövlətinin yaranması da eradan əvvəl 321 götürə bilərik. Bu illər arasında olan, aid olanları biz tapmalıyıq. Alban və Sak tayfalarının Qavqamel döyüşündə Makedoniya İskəndərə qarşı
döyüşməsi eradan əvvəl 331-dir. Bəli, bu tayfalar dediyinə görə götürəcək. Bəzən Alban dövləti də qeyd edirlər, o zaman səhv olur, amma burada tayfa yazıblar, doğrudur. Kimmerski Sak tayfalarının Azərbaycan ərazilərində məskunlaşması bu eradan əvvəl 7-ci əsrdir. Götürmürük. Azərbaycan ərazilərinin Əhəməni hökmdarlarının satrapları tərəfindən idarə edilməsi. Əhəmənilər dövləti eradan əvvəl 550-də yaranıb, 330-cu ilə qədər idarə ediblər və Azərbaycanda onların satrapları idarə edirdi. Bu doğru olacaq. Atropat tərəfindən Baryaks üsyanının yatırılması. İskəndərin Hindistanda səfəri olduğu vaxt eradan əvvəl 327-də getmişdi səfərə. 327-326 qeyd edə bilərik ki, orada səfərdə olmuşdu. Mərkəzi Asiya və Hindistan səfərində həmin vaxtı Baryaks üsyanı da baş vermişdi və bu üsyanı Atropat yatırmışdı. Bu da həmin dövrə düşəcək. Roma sərkərdələri Pompey və Antoninin yürüşlərinin baş verməsi. Pompeyin yürüşü eradan əvvəl 66-dır. 66-65. Antoni isə eradan əvvəl 36-da yürüş etmişdir Atropatenaya. Bu sonraki dövrə düşür. Cavab 1, 3, 4 C bəndi. 13. AXC hökumətinin həyata keçirdiyi dövlət quruculuğu tədbirlərin nəticəsində Sovet Rusiyası nümunəsində hakimiyyət orqanları yaradıldı. Sovet nümunəsi. AXC Sovet nümunəsi ilə getmirdi. Bu Azərbaycan SSR olacaq. AXC yox. Ümumi seçkilər əsasında müəssislər məclisi fəaliyyətə başladı. Müəssislər məclisi də çağrıla bilmədi. Aprel işğalına görə baş tutmadı. Çoxpartiyalı siyasi sistem və tək palatalı parlament yaradıldı. Bəli, doğrudur. Çoxlu partiyalar var idi. Həmçinin parlamentdə bir dənə də palata var idi. Bakıda General Thomsonun rəhbərliyi altında general qubernatorluğun yaradılması. Bu AXC dövründə olur, doğru hadisədir. Amma AXC hökuməti bunu həyata keçirməmişdi. Yəni General Thomson özü işğal edib Bakıda özü üçün belə bir idarəçilik yaratmışdı. Ona görə biz bu AXC hökumətinə aid götürməyəcəyik, səhvdir. Bakıda ilk dövlət teatrı fəaliyyətə başladı. Dövlət teatrı bəli Azərbaycanda ilk dəfə fəaliyyətə başlayır, ancaq dövlət quruculuğu deyil, bu mədəni tədbir olduğuna görə götürmürük. Uyğunluq pozulmuşdur. Türk dilində İslam ədəbiyyatı yaranmağa başladı. İslamın türklər arasında qəbul edilməsi nəticəsində bu doğrudur. Firuz Şahın ağır vergi siyasəti səbəb oldu. Məzdəkilər hərəkatının başlanmasına doğrudur. 481-529'larda olmuşdu. Göytürklər Şimali Qafqazda bir sıra ərazilər ələ keçirdilər. İstəmi xanın işğalları nəticəsində. Bəli, bu da doğrudur. İstəmi xan Yabqu idi və işğalları nəticəsində həm Mərkəzi Asiya, Şimali Qafqaz, həm də Bizans üzərində də yürüşlər etmişdir. 8-ci əsrdə Xəzər xaqanlığında dövlət hakimiyyəti daha da gücləndi. 8-ci əsrdə dini birliyə nail olunması nəticəsində burada səhvlik var. Nədir səhvlik? Dini birlik yox idi. Yəni vahid din yox idi. Çünki dini pərakəndəlik vardı Xəzər xaqanlığında. Hətta 8-ci əsrin sonlarında artıq Xəzərlər İudaizmi, Xəzər xaqanı İudaizmi rəsmi dövlət dini elan etmişdi. Bu da bir parçalanmaya, narazılığa səbəb olmuşdu. Həmçinin İslam dini də orada yayılmışdı. Xristianlıq da var idi. Qədim türklərin öz dinləri də var idi. Yəni müxtəlif dini pərakəndəlik hökm sürürdü. Burada pozulubdur. Qəznəlilərin hakimiyyəti daha geniş coğrafiyaya yayıldı. Sultan Mahmudun işğalları, bəli, Hindistan'a işğallar edir və geniş yayılmışdır. Cavab D olacaq. 15-ci sual. Ərəb xilafətinin hücumları ərəfəsində Azərbaycanda mövcud olan ictimai siyasi vəziyyətə aid deyil. Ərəfəsində deyir. Uşaqlar bəzən qarışdırırlar. Ərəb xilafəti dövrünü də götürürlər. Ərəfəsi o deməkdir ki, əvvəl, yəni yürüş başlamayıbdı. Ərəblər gəlib Azərbaycana çatmayıbdı. Həmin vaxtlarda Azərbaycandakı ictimai siyasi vəziyyətə aid deyil deyir. Yəni olmayanı götürəcəyik.
Azərbaycanın cənub torpaqlarının Sasani mərzbanları tərəfindən idarə edilməsi. Sasanilərdən asılı idi Azərbaycan həmin dövrdə və mərzbanlar tərəfindən idarə edilirdi. Doğrudur. Albaniyada Mehranilər sülaləsinin hakimiyyətdə olması doğrudur. Deməli, ərəblərin Azərbaycan ilk dəfə gəlişi 639-da Qəzvini tutublar. Mehranilər sülaləsi də hakimiyyətdə olubdu 630-dan 705-ə qədər. Doğrudur. Qeyri-müsəlman əhalidən cizyə adlanan can vergisinin alınması. Bu cizyə məsələsi, cizyə adlanır ərəblərin gəlişi ilə. Yəni, cezit adlanan can vergisi olsaydı doğru olardı. Cizyə isə burada səhvdir və burada uyğunluq pozulubdur. Deməli, cavab burada C olacaq. Sasani və Bizans dövlətləri arasında müharibə meydanına çevrilmişdir. Doğrudur. Albaniyanın Sasanilər dövlətindən yarım asılı vəziyyətdə olması, bu da doğrudur. Çünki onun canişinləri, daha doğrusu canişinlər, satraplar Cənubi Azərbaycan, mərzbanlar Cənubi Azərbaycan idarə edirdi. Amma Albaniya dövləti özü də asılı idi. Bunun misal üçün Cavanşirin Kadisiya Ktesifon döyüşlərində iştirak etməsi sərkərdə kimi bu asılılığın bir əlaməti idi. Norman işğallarının İngiltərə üçün iqtisadi nəticələrini müəyyən edin. Bu Norman işğalları 1066-cı ildə olubdu Hastings döyüşü ilə. İngiltərədə bunun nəyini soruşur? İngiltərə üçün iqtisadi nəticələrini soruşur. Mərkəzləşdirilmiş dövlətin əsasının qoyulması. Bu hadisə özlüyündə doğrudur, amma iqtisadi nəticəyə aid deyil, götürmürük. Təhkimli kəndlilərə iqtisadi azadlığın verilməsi. Əksinə kəndlilər daha da təhkimli halına salınırlar. Feodallaşma prosesinin başa çatması doğrudur. Daxili və xarici ticarətin canlanması, bu da doğru olacaq. 3-4 cavab B. Xəritəyə əsasən dövrün xüsusiyyətlərini ifadə edən doğru bəndləri müəyyən edin. Bu tip suallar uşaqlar üçün yeni ola bilər, bəzi uşaqlar üçün. Baxırıq. Burada xəritəyə baxırıq və dövrü müəyyənləşdirəcəyik. Gürcü Imeretiya quberniyası, fikir verirsinizsə, Gürcü Imeretiya quberniyası, bir də Xəzər vilayəti. Xəzər vilayəti. Bu ərazi də Xəzər vilayətinin ərazisidir. Belə. Xəzər vilayəti, Gürcü Imeretiya quberniyası. Bunların yarandığı ili və ləğv edildiyi ili deyək. 1840-cı il 10 aprel qanunu ilə yaradılır, davam edibdir. 1846-cı il 14 dekabra qədər. Bizdən soruşur, doğru bəndləri müəyyən edin. Tacirlərin karvan yollarının qorunması müqabilində rəhdar rüsumu alınırdı. Alınması 1836-cı ilə qədər idi, 36-da ləğv olunur. Deməli, o dövrə düşmür. Şəhərlərin vergi verən təbəqəsi məhkəmələrdə iclasçı qismində iştirak edə bilirdilər. 1840-cı il 10 aprel islahatı məhkəmə islahatına aiddir bu və həmin dövrə düşəcək. Sahibkar kəndliləri pay torpaqlarının satın almaq hüququna malik idilər. Bu mümkün olub ilk dəfə 1870-ci ildə aid deyil. Cənubi Qafqaz Rusiya imperatorunun canişini tərəfindən idarə edilirdi. Canişin 1844-də canişinlik yaradılır. 1883-ə qədər. Yəni 44-də olmağı bəs edir ki, həmin dövrə götürə bilək. 2-4 cavab Y bəndi olacaq. 19-cu əsrdə hakimiyyətdə olmuş ABŞ prezidenti Homesteadlər haqqında qanunu qəbul etdi. Söhbət Abraham Lincolndan gedir. Hakimiyyətdə olub 1860-da prezident seçilir. 65-ə qədər hakimiyyətdə olubdu. 65-də də öldürülür. 1865. Onlarda prezident seçkiləri 60-da olur. 61-də fəaliyyətə başlayır. Bəzi uşaqlar bunu qarışdırırlar. Deməli, 61-65 də deyə bilərik. Alyaskanı Rusiyadan satın aldı.
Bu 1867-ci ildə onun hakimiyyətinə düşmür. Köləliyin ləğvini nəzərdə tutan azad olunma haqqında bəyannamə 1862-dir. Onun dövründə olmuşdur. Dünyanın Amerika və Avropa sistemlərinə bölünməsini nəzərdə tutan doktrina 1823-cü il Monroe doktrinasıdır bu. Prezident Monroe'nun dövrünə düşür. Dövlətin siyasi birliyini yenidən bərpa etdi. Söhbət 1865-ci il vətəndaş müharibəsində qalib gələrək parçalanmış ABŞ-ni yenidən birləşdirir, AŞK-nı məğlub edərək. Bu da onun dövrünə düşür. 2-4 cavab B bəndi. 19-cu sual. 20-ci əsrin 70-ci illərində Sovet Azərbaycanı üçün səciyyəvidir. Yəni 1970-ci illər. Kolxozçulara pasport verilməyə başlanması 1900 kolxozçulara ümumi pasportlaşdırma desə bu 32-dir. Amma kolxozçular deyəndə 1959 olacaq. Prezident vəzifəsinin təsis edilməsi 1990 getdi. İlk metro stansiyanın işə salınması 1967 aid deyil. İcbari 10 illik təhsilə keçirilməsi 1966 aid deyil. DQMV-nin inkişafı üçün tədbirlər görülməsi Dağlıq Qarabağ Muxtar Vilayəti deməkdir. Buna misal olaraq 1979-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyi dövründə Ağdam-Xankəndi dəmir yolu xəttinin çəkilməsini misal götürə bilərik ki, bu da DQMV inkişafı üçün görülən tədbir idi. Cavab Y. Şirvanşahlar dövlətinin tarixinə aiddir. Səlcuqlu yürüşləri nəticəsində süqut etmişdir. Xeyr, Şirvanşahlar 1538-də Təhmasib Səfəvilər süquta uğratmışdı. Səlcuqlardan asılı vəziyyətə düşmüşdü. Xarəzmşahlara qarşı Əmir Teymurla ittifaq qurmuşdur. Xarəzmşahlara yox, Qızıl Orduya qarşı deyə bilərik. Bu da səhvdir. Erkən orta əsrlər dövründə yaranıb, son orta əsrlər dövründə süqut etmişdir. Bu dövlətin yaranması 861, süqutu 1538-dir. Erkən orta əsrlər 3-11-ci əsrlərdir. Bu düşür 861 həmin dövrə düşür. Son orta əsrlərdə 16, Azərbaycanda 16-19-cu əsrlərdir ki, bu da həmin dövrə düşür. Doğru cavab olacaq bu. Gəncə şəhəri dövlətin ilk paytaxtı olmuşdur. Gəncə şəhəri ümumiyyətlə paytaxt olmamışdı. Sadəcə Məziyyədə Əmirliyinin 859-cu ildə mərkəzi olmuşdu. Amma dövlət yaranıb 861-də mərkəzi də Şirvan şəhəri olmuşdu. Elxanilər dövlətinin Azərbaycandakı hakimiyyətinə son qoymuşdu. Şirvanşahlar dövləti elə də güclü deyildi ki, Elxanilər dövlətinə son qoysun. Elxanilər dövlətinə son qoyub Qızıl Ordu xanı Canı bəy 1357-ci ildə. Cavab C oldu. 21-ci sual. Avropada işğalçı müharibələr aparmış Asiya dövlətlərini müəyyən edin. Bunu xəritəni yaxşı bilməlidir uşaqlar. Elə də çox da yox, biraz bilmələri bəs edir. Böyük Hun imperiyası Asiyada yaranıb, amma Avropada işğalçı müharibələr aparmayıbdı. Parfiyada aparmayıbdı. Baxmayaraq ki, həmin dövrdə Roma Avropada yaranıb, Asiyada Parfiya ilə döyüşürdü. Ərəb xilafətini götürə bilərik. Makedoniya imperiyası, amma bu səhv olacaq, hamısı aid olmalıdır. Makedoniya imperiyası yox, çünki özü Avropada yaranıb, Asiyada müharibələr apardı. Əhəmənləri götürə bilərik. Niyə? Çünki Asiyada yaranıbdı, Avropada da Yunanistanla müharibə aparırdı. Osmanlını da götürə bilərik burada. Sparta padşahlığı. Sparta ilə Avropadan kənara çıxmayıbdı, demək olar ki, heç Yunanistandan kənara çıxmayıbdı. Bu getdi. Xəzər xaqanlığı özü Avropada yaranmışdı, bunu götürə bilmərik. Osmanlı Avropada yaranıb, Asiyada torpağımızın Azərbaycan uğrunda ərəblərlə müharibə aparırdı. Şərqi Avropada da. Osmanlı dövlətini dedik götürürük. Uyğur xaqanlığı Səlcuqlu dövlət. Uyğur xaqanlığı yoxdur, çünki Uyğur xaqanlığı Asiyada yaranıb, elə Asiyada işğallar aparıbdır. Səlcuqlu dövlətini götürə bilmərik. Niyə? Elə Asiyadan kənara çıxa bilməyibdir.
Bizansla müharibə aparsa da, amma Konstantinopola heç gedib çatmayıb, Avropaya keçə bilməyibdi. Monqol imperiyasını götürə bilərik Batı xanın Avropa səfərlərini. Əhəmənilər qeyd etdik, Ərəb xilafətini qeyd etdik, Monqol imperiyasını da qeyd etdik. Üçünə də aiddir. Cavab Y olacaq. 21 Azər hərəkatı 45-ci ildə baş verməsi 21 Azər hərəkatı 1945 12 dekabr idi. Bu tarixdə Azərbaycan Milli Hökuməti yaradılır. Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərin başçılığı ilə. A-nı götürürük. ADF-nin yaranması. ADF 45-də yaranmışdı, amma bundan əvvəl yaranmışdı, aid deyil. Milli hökumətin yaranması da, bu da həmin gündə qeyd etdik, baş vermişdi. 29 Bəhmən hərəkatı 78-ci ildə baş vermişdi, doğrudur. Pəhləvi monarxiyası idi həmin vaxt. Pəhləvilər 1925-dən 79-a qədər hakimiyyətdə olublar. Onlara qarşı olubdu. Muxtariyyətin əldə olunması, amma belə bir şey olmayıbdı. 1-ə AC, 2-yə AB. Cavab olacaq Y bəndi. 23-cü sual. Şah 1-ci Abbasın hakimiyyəti dövründə Səfəvilərin xarici siyasətinə aid olanları müəyyən edin. 1-ci Abbasın hakimiyyəti dövrü 1587-1629. Hakimiyyəti Səfəvilərin xarici siyasəti nəzərdə tutur. Paytaxtın İsfahana köçürülməsi daxili siyasətdir. Hörmüz limanının Portuqaliyaya güzəştdə olmur, əksinə geri qaytarılır. İngiltərənin Moskva şirkəti ilə ticarət müqaviləsinin imzalanması. İngiltərə ilə müqavilə imzalayır, amma Moskva şirkəti ilə ticarət deyildi bu. Bu aid olacaq 1-ci Təhmasibin dövrünə. İngiltərə ilə 1621-də siyasi hərbi ittifaq idi Portuqaliyaya qarşı. Stuartlar İngiltərəsi ilə əbədi dostluq müqaviləsi, onu qeyd etdi, 1621. Bu da Stuartların hakimiyyəti dövrünə düşür. Xorasan uğrunda Şeybanilərlə müharibə aparması, bu da düşəcək. Xorasan uğrunda 1599-da Xorasanı Şeybanilərdən almışdı, Şeybanilərə də son qoymuşdu. Azərbaycan Respublikasının tarixində 21-ci əsrin ilk 10 illiyinə aid olanları müəyyən edin. Yəni 2001-2010-cu illərə aid olsun. Əhalinin Sosial Müdafiəsi Fondunun yaradılması 1994 aiddir. Fikir vermək lazımdır. Mən təkrar oxuyuram bəzən suallar ki, sosial, iqtisadi, hərbi və s. digər cəhəti soruşmur ki. Burada sosial-iqtisadi siyasət idi. Məcburi köçkünlər üçün salınmış çadır şəhərciklərinin ləğv edilməsi 2007-ci ildir. Mən bunu niyə götürdüm? Bu səhvdir. Bu səhvdir, bu olacaq, doğru. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi 2017. Bu ikinci 10 illik oldu. Bizdən ilk 10 illiyi soruşmuşdu. Ombudsman təsisatının yaradılması da 2001-ci ildir. Bu da aid olacaq. 25-ci sual. Hülakülər dövlətinin daxili iqtisadi siyasətinə aid olanları müəyyən edin. Qazan xanın Anadolu Səlcuqları üzərində yürüşü bu hərbi siyasi idi, getdi. Sənətkar, onu da qeyd edim ki, 1302-ci ildə olmuşdu bu. Sənətkar və tacirlərdən tamğa vergisinin alınması, daxili iqtisadi tamğa vergisi doğrudur, Hülakülər dövlətində olmuşdu. 1565-ə qədər davam etmişdi. Orduda xidmət edənlərə uc torpaqları, yox, iqta olmalı idi. Uc torpaqları Səlcuqlara aiddir. Qeyri-qanuni vergi siyasətinin həyata keçirilməsi. Bəli, qeyri-qanuni vergi siyasəti həyata keçirilirdi ki, Qazan xan dövründə də bu siyasət ədalətli həllini tapmağa çalışır, tapır deyə bilərik. Deməli, 2-4 doğru cavab olacaq. Xronoloji ardıcıllıq. İlham Əliyevin 4-cü dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsi. 2003-dən başlayırıq, 5 il əgər yadınızda saxlaya bilmirsinizsə,
5 hər dəfə 5 gəlin üstünə 2003, 1, 2008, 2, 2013, 2018 də 4-ə düşəcək. 2018. Şuşada Azərbaycan və Türkiyə Respublikaları arasında müttəfiqlik bəyannaməsinin imzalanması 2021. Prezident İlham Əliyevin tərəfindən Xankəndi şəhərində Azərbaycan dövlət bayrağının ucaldılması. Bu 2023-də antiterror əməliyyatlarından sonra olmuşdu. Azad edilmiş ərazilərdə böyük qaydışa dair dövlət proqramının icra edilməsinə başlanması 2022-də Zəngilanın Ağalı kəndinə köçlə başlamışdı bu böyük qayıdış proqramının icrası. Düzdür, proqram ondan sonra qəbul edilibdi, amma onu götürə bilərik böyük qayıdışa. Deməli 1, 2, 4, 3 doğru cavab olacaq. 1, 2, 4, 3. Növbəti 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Xilafətdə Əbu Müslim üsyanı Mərkəzi Asiyada olmuşdur. Səbəbi Əməvilərin qeyri-ərəb müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti yürütməsi idi. Bu səbəbi B-ni götürə bilərik bura. 1-ə B. Nəticədə də Əməvilər sülaləsi taxtdan salınır, hakimiyyətə Abbasilər sülaləsi gəlir. Yəni Abbasilər sülaləsinin hakimiyyətə gəlməsinə kömək etmişdilər. Bu D-ni də götürəcəyik bura 2-yə. Xilafətdə hakimiyyətin Əməvilərdən Abbasilərə keçməsi. Abbasilərin ağır vergi siyasəti ola bilməz, çünki onların hakimiyyətə gəlməsi. Yəni bunlar absurd olacaq. Xilafətindən ayrılması. Mərkəzi Asiya, İran, Əfqanistan bu 9-cu əsrdə ayrılır. Babəkin başçılıq etdiyi üsyançı ordunun Həmədanı ələ keçirməsi bununla əlaqəsi yoxdur. Yəni bu Abbasilərin dövründə olmuş. Yəni, dövrü də fərqlidir. Götürə bilmərik. Doğru cavab 1-ə B, 2-yə D. Mənbə sualı verilibdir. 1918-ci ilin yanvarın ayının 8-də Wilson öz fikirlərini ifadə edir. Wilsonun 14 maddə prinsipi. Artıq biz buradan bilirik ki, bu dövr hansı dövrdür? 14 maddə 18-ci ilin yanvar ayının 8-də Wilson öz fikirlərini ifadə edir. 14 maddə bu Paris Sülh Konfransı olacaq. 1-ci Dünya müharibəsindən sonra Millətlər Cəmiyyətinin təsis olunması daxil edilmişdir. Yəni, mətni özünüz oxuya bilərsiniz, videonu saxlayaraq. Biz suallara baxaq. Mənbədə bəhs edilən prinsiplərin hansı konfransın işinin təşkilində tətbiq edildiyini yazın. Bu olacaq dediyimiz kimi Paris konfransı. Paris Sülh Konfransıdır. 1919-20-ci illərdə həyata keçirmişdir. Bizdən ili soruşmur. Qeyd edirəm sadəcə. ABŞ-nin mənbədə bəhs edilən ən vacib prinsipə əsasən yaradılmış təşkilatdan kənarda qalmasının səbəbini yazın. Niyə görə deyir Millətlər Cəmiyyətinə ABŞ daxil olmadı? Çünki ABŞ həmin vaxtda təcridçilik siyasəti yeridirdi. Təcridçilik. Yəni bununla Amerika digər dövlətlərin işinə qarışmamalı idi. Belə bir kənarda qalmalı idi beynəlxalq siyasətdən. Belə bir siyasətləri var idi. Və ABŞ Konqresi bu qanunu, müqaviləni ratifikasiya eləmədi, yəni təsdiqlənmədi. Buna görə də kənarda qalır. Bəhs edilən prinsiplərin həyata keçirilməsinin mənbədə verilməyən Avropa üçün siyasi nəticələrindən ikisini yazın. Avropanın siyasi xəritəsi dəyişdi, yeni dövlətlər, milli dövlətlər meydana gəldi. Sonra bu prinsiplər Şərqi Avropaya, əsasən Qərbi Avropanı daha çox əhatə etdi, amma Şərqi Avropaya, Avropa dövlətlərində müstəqillik, xalqlarına müstəqillik verilmədi. Bu hansı prinsip idi? Xalqlara öz müqəddəratını təyin etmək hüququnun verilməsi. Almaniya və Avstriya Macaristan imperiyası da parçalanır, yeni dövlətlər meydana gəlir. Bu da siyasi nəticələrə aid edə bilərik Avropada. Bununla sınağımız yekunlaşdı, izahımız yekunlaşdı. Dəyərli izləyicilər, sağ olun. Əziyyət çəkdiniz, siz də izləyirsiniz, oxuyursunuz, öyrənirsiniz. Hamınıza uğurlar arzulayıram. Növbəti video izahlarda görüşərik.